Tehranda və İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib. Paytaxtda azı 3 partlayışın baş verdiyi Qum, İsfahan və Buşehrə də zərbələrin endirildiyi bildirilir. Qum şəhərində nüvə obyektinin hədəf alındığı iddia olunur. İsrail ölkədə fövqəladə vəziyyət elan edib, hava məkanını bağlayıb və həyati əhəmiyyətli sahələr istisna olmaqla təhsil, toplantı və iş fəaliyyətini dayandırıb. Rəsmi şəxslər əməliyyatın aylarla planlaşdırıldığını açıqlayıb. Məlumata görə İran rejiminə məxsus onlarla hədəf vurulub. ABŞ-ın da zərbələrdə iştirak etdiyi hücumların həm havadan, həm də dənizdən həyata keçirildiyi bildirilir. ABŞ prezidenti Donald Trump İranda geniş miqyaslı hərbi əməliyyat başlandığını bəyan edib. İranın nüvə silahına sahib olmağa qoymayacaqlarını və hərbi hədəflərin məhv ediləcəyini bildirib. Trump ABŞ-ın bombardmanları başa çatdıqdan sonra İran sakinlərini hökuməti devirməyə çağırıb. İran hava məkanını tam bağlayıb. Məlumata görə İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameyni Tehrandan uzaqlaşdırılıb və daha təhlükəsiz yerə köçürülüb. Bəzi yüksək rütbəli hərbiçilərin öldürüldüyü iddia edilsə də, bu məlumat hələ rəsmi təsdiqini tapmayıb. İran prezidenti Məsud Pezeşkiyanın ölümü ilə bağlı iddialar təkzib olunub. Azərbaycan Xarici İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşlara İrana və İsrailə səfərdən çəkinməyə çağırır.